Ramin bəy, maliyyə hesabatlarında borrowing cost gördüm və zəhmət olmasa bunu izah edə bilərsinizmi? Əslində borrowing cost borclanmanın faizi deməkdir. Sadəcə bundan danışan standart həmin o götürülmüş kreditin faizinin hesabatda necə olunmasından bəhs edir. Təsəvvür eləyək ki, hər hansısa bir layihə var, layihə ilə bağlı kredit götürmüşük və bu standart bizə deyir ki, həmin kreditin faizini layihə və ya xərc qismində necə bölməlisən. Okey. Təsəvvür eləyək ki, bina tikirəm, yanvarın bir kredit götürürəm, hansı ki 100 minlik 10%-lə. Tikinti yanvarın 31-i başlayır və sentyabrın 31-i bitir. Və mən 31 dekabrda hesabat verirəm. Bu krediti binanın maya dəyərinə yaza bilərəm. Deməli, əgər krediti bina ilə bağlı götürmüşüksə, burada müəyyən əməl eləməli olduğumuz şərtlər var. 1. Ortada qualifying asset olmalıdır. Yəni bunun başa gəlməsi, tikinti ola bilər, hər hansısa bir aktiv ola bilər. Başa gəlməsi, substantial period, yəni müəyyən bir period tələb eləməlidir bizdən. Məsələn, 6 ay, 8 ay və s. Və bu götürülmüş kredit birbaşa həmin o elementlə bağlı olmalıdır. Nəzərə alsaq ki, biz krediti yanvarın 1-i götürmüşük. Tikinti başlamayınca həmin o kreditin faizini biz hələ kapitallaşdıra bilmərik. Başqa sözlə, yanvar ayının 31-dən başlayaraq layihə bitənə qədər, yəni sentyabra qədər olan hissə 12 aydan 8 ayı illik 10%-in proporsional olaraq bölünür. Tikilən elementin maya dəyərinə əlavə olunur. Geri qalan sentyabrdan dekabrın 31-nə kimi, eləcə də yanvar ayı maliyyə hesabatında xərc kimi göstərilir. Yəni mənfəət zərərə düşür. Okey. Bəs pul müvəqqəti olaraq lazım olmasa biz həmin pulu depozit olaraq yatıra bilərikmi? Əlbəttə, bu praktikada tez-tez rastlaşılan bir məsələdir. Deyək ki, tikinti prosesində müəyyən etaplarda məbləğ bizə lazım olmur və yaxud da məbləğin hamısı birdən-birə lazım olmur. Standart bizə icazə verir ki, tikinti perioduna aid olan hər hansısa bir depozit məbləğimiz varsa, depozitdən gələn gəliri kreditin faizi ilə, tikinti müddətində olan faizi ilə netləşdirib maya dəyərinə əks elətdirə bilərik. Yəni depozit gəliri də həmin o xərclərdən azaldıla bilər.